Həşərat sancmasına bağlı allergiya dediğimiz şey üçüncü grupda en çok gördüğümüz şeylerden biri. Uşaqlar özellikle böyüklər ya da işte ormanlıq alan meşələrdə veya göldü, bataqlıq kənarlarında olurlarsa eğer mütləq şəkildə bir dişləmələr olur ki, arıdır, qarışqadır, ağcaqanad, milçək, birə kimi. Buna bağlı reaksiyalar yerli, lokal reaksiya ola bilər veya sistemik reaksiyalar ola bilər. Lokal reaksiyalar nə olur? Qaşıntı, şişkinlik, qızar, hər kəsdə görülən əslində. Sistemik reaksiya en çok qorxuludur ki, bu da arının en çok səbəb olduğu anafilaksiyadır. Yəni digərlərinin səbəb olduğu anafilaksiya mən bu zamana qədər görməmişəm. Daha çox arılar anafilaktik şoka səbəb ola bilir xəstələrdə. Digər böcəklər, həşəratlar çox fazla nədən olmaz. Digərlərinin səbəb olduğu ən ağır reaksiyalar geniş lokal reaksiya dediğimiz Skitter sendromudur. Onunla əlaqəli indi göstərəcəm sizə. Şimdi burada olan birinci reaksiya, birinci, ikinci hər kəsdə görülür əslində, belə deyim sizə. Bunun özəlliyi yoxdur əslində reaksiyona. Bu Skitter sendromu dediğimiz, görürsünüz, uşağın ayağını ya da böyüklərdə, mən indi uşaqlarda çox görürəm bunu. Böcək dişləməsi nəticəsində çox böyük qızarıqlıq yaranır və ondan sonrasında orada bir istilik artışı, sanki selülit kimi veya apse kimi lezyonlar yaranmış olur ki və çox şiddətli qaşıntıya səbəb ola bilir xəstələrdə və iz buraxır bəzən də kahve rəngi, yəni qəhvə rəngi iz buraxaraq sağalmış olur ki, bunlar qolunda, ayaqlarının açıq nahiyələrində çox görülmüş olur. Mütləq müalicə etmək lazımdır bu durumu. Həm oral dərmanlar, həm də topikal dərmanlarla. Burada məsələn istifadə etdiyimiz bizim mütləq şəkildə antibiotik və steroid içərən kremlər olur ki və oral antihistamin preparatlarının verilməsi vacibdir. Mütləq qoruyucu önləmlər anlatmış oluruq. Təbii ki, ən qorxulan anafilaksidir. Anafilaksidə xəstənin solunum, nəfəs darlığı, laringeal ödəmin oluşması, vücudun hər yerində, yəni sadəcə həşərat dişləyən yer deyil, bütün vücudda qızarıqlıq, qaşıntıların yaranması, ürtükər, övrə bənzər lezyonlar və ən qorxulu isə mərkəzi sistem tutumuna bağlı xəstənin bilincinin, huşunun getməsi və şoka düşməsidir ki, mütləq adrenalinlə bağlı məlumat verir və adrenalin otoenjektör daşıması lazımdır. Maalesef bizim ölkəmizdə hələ də adrenalin otoenjektörü yoxdur. Yəni xəstələrə mən poliklinik kontrolündə mütləq şəkildə adrenalin ampulası aldırıb anaya öyrədirik ki, bu şəkildə vuracaqsınız deyə belə bir məlumatlar verməmiz lazımdır. Ne edirik? Topikal olarak xəstələrə əgər bir həşərat dişləmişsə, ora işte bəzi losyonlar var, kalmolin tərkibli, lokal anestetikli, lidokain tərkibli olan kremlər sürtülə bilər. Antihistaminli kremlər var ki, onlardan təyin edə bilərik. Tərkibdə hormonal kremlər bəzən çox ağır durumlarda verilə bilər ki, çox tercih etdiyimiz durum deyil. Çünki uzun dönəm steroidli kremlərin istifadəsi yan təsirlər var dəriyə qarşı. İşte o dəriyə incəlmədir, dərdə tüylənmədir, rəng dəyişkənliyinə səbəb ola bilərlər. Oral olarak ağızdan antihistaminlər, yenə bəzən ağır durumlarda, çox ağır durumlarda steroidlər verilə bilər ki, övrə bənzər durumlarda və leykotrienin reseptor antagonistləri istifadə oluna bilər. Bəzən çox ağır durumlarda burada omalizumab ilacını görürsünüz, dərmanını görürsünüz ki, immunoterapiya sadəcə arı ilə bağlı venom immunoterapiyası dediğimiz, eğer arıya qarşı xəstənin bir anafilaktik şoku varsa, immunoterapi çox yaxşıdır. Yəni immunoterapi ilə o xəstənin bütünlüklə arı ilə olan, yəni arı sancısa belə immunoterapidən sonra heç bir xəstə şoka girmir. Ona görə çox yaxşı müalicə metodudur immunoterapi arı venom allergiyasında. Omalizumab dediğimiz dərman isə immunoglobulin E-nin monoklonal antitedi, yəni immunoglobulin E-nin üzerine alergene spesifik immunoglobulin E ile yarışarak o mast hücrelerin üstünde olan birikimini azaltır ve alerjik reaksiyonları azaltmış olacaktır ki yine tam təsdiqi tapmayıbdır bu həşərat dişləmələrində, ama istifadə olunabilir ağır durumlarda xəstələrdə, ama çox tercih etmirik biz hələ ki. Qorunma yöntəmi nə olur? Yeni yara bölgəsini təmizləmə, oraya soyuq kompreslər qoymaq, hidrokortizon antihistaminli kremlər istifadə edilə bilir. Ağızdan antihistamin preparatlar verilir xəstələr. Anafilaksiya varsa adrenalin otoenjektörü veya adrenalin istifadəsi necə olacaq, onunla əlaqəli məlumatlar verilir xəstəyə. Uzun qollu köynək, şalvarlar, açıqda qalan yerlərin həşərat qarşı spreylər istifadə edilə bilər. Bəzi balaca yaş qruplarında çox istifadə etmirik biz onları, toksik təsirləri olduğu üçün. Və lavanta, nanə, belə biberiyə kimi şeyler var ki, qoxulu bitkiler var ki, onlar da böcəklərə qarşı qorunmada istifadə oluna bilər. Bizim bu reaksiyonlar içərisində, allergiya içərisində ən ağır anafilaksiyalardır. Anafilaktik şok veya anafilaksiya. Şok demək üçün mərkəzi sistemin tutulması lazımdır. Burada bir çox tetikləyici ola bilər. Ümumiyyətlə, anafilaksiya nədir? Bir allergen vücuda girəndən sonra, yəni anidən oluşan, hər hansı bir daha öncə bilinən bir allergiyası yoxdur bir xəstənin, dərisində oluşan bu cür səpkilərlə birlikdə bu üç sistemdən biri tutulmuşsa, yəni bu üç sistem nədir? Tənəffüs sistemi, ürəyin kardiovaskülər sistem, bir də gastrointestinal sistem.
sistemi. Bu üçündən biri tutulmuşsa, bu ikisindən birisi varsa buna anafilaksiya deyirik biz xəstə olaraq. Yəni dərisində övrə bənzər səpkilər ya da qızarıqlıqlar yarandı, tənəffüsündən nəfəs darlığı, xışıltı, bronxospazm, stridor oldu və ya dəri səpkisinə birlikdə təzyiqi düşdü, senkop dediğimiz durum ya da takikardiya, bradikardiya kimi durumlar yarandı. Ya da xəstənin dərisi ilə birlikdə şiddətli bir qusması və şiddətli bir qarın ağrıları oldusa, buna anafilaksiya deyirik biz xəstədə. Və ya xəstənin birdən bir allergenə qarşı həqiqətən anafilaksiyası var və o allergeni vücuda girdikdən sonra sadəcə tək başına təzyiqinin düşməsi və ya bronxospazma girməsi, bu da yeni şeylərə görə, anafilaksiyanın yeni kriterlərinə görə anafilaksiya olaraq tanımlanmışdır. Təzyiq düşməsində belə uşaqlarda genəlliklə qan təzyiqinin, sistolik təzyiqin 30% normal bazala görə 30% azalması hipotansiyon olaraq dəyərləndirilir. Dediyimiz kimi görünüm açısından işte bu şekilde şişməsi, qızarması, anjiödem olması, daha sonra bronxlar, laringeal ödemin oluşması, kardiyovasküler sistem tutulduğu zaman da hipotansiyon olur. Uşaq bayılır, yani senkop oluşmasına səbəb olmuş olacaqdır ki, dəri və solunum sistemi, kardiyovasküler, gastrointestinal sistemi və ən sonunda santral sistemi çox balaca infant bebəklərdə də çox şiddətli ağlayır uşaq. Hipotoniyası belə süst bir şəkildə olması və ajite olması həqiqətən anafilaksiyanı düşündürə bilər. Ona görə diqqətli olmamız lazım həkim olaraq. Mexanizma eynidir yenə. Yəni qidalardır, dərmanlardır, arı sancmasıdır, lateksdir, idmandır, soyuq sıcaqdır, idiopatik səbəbsiz anafilaksiyalar ola bilər xəstələrdə. İmmunoglobin E araşdı mexanizma ilə gedir genəlliklə yeni mexanizmamız. Amma bəzən ola bilir ki, bir maddə ilk dəfə vücuda girdiyi zaman anafilaksiyaya səbəb ola bilər ki, buna non-IG, non-immunolojik reaksiyalar deyirik biz. Bunu daha çox biz görürük kontrast maddələrdə, yəni bu kompüter tomoqrafi və ya MRT çəkilən zaman damardan verilən kontrast maddələrə qarşı, bir də vankomisin ilacı dərmanı var ki, antibiotik vurduğumuzda boynu və uşağın başı boynu qıpqırmızı olur şəkildə ki, anafilaksiyaya qədər ilərləyə bilər ki, Redman deyirik ki, sindrom adına, simptomun adına ki, bu non-IG ilişkili, yəni non-immunolojik mexanizmlə oluşan mast hüceyrə degranülyasiyasıdır ki, bu şəkildə dəyərləndirilmiş oluruq. Dediyimiz kimi müalicədə nə edirik? Adrenalini hər zaman unutmamamız lazımdır. Hələ də xəstəxanalarımızda, mən xəstəxanada çalışan bir həkim olaraq deyirəm ki, yəni hələ də xəstəxanalarımızda anafilaksiyanın yönetimini bilməyən təcil yardım həkimlərimiz var maalesef və bu yəni, düzəlməsi lazımdır və bundan vəfat edən bir sürü uşaqlar var. Mütləq şəkildə birinci adrenalin, yəni birinci hormon dərmanı, steroid ya da antihistamin vurmuruq uşağa. Birinci adrenalin vurmamız lazımdır ki, bunu kabaca, yəni 12 yaşın altında bir uşaq gəlibsə 0,3 mg, 12 yaşın üstündəsə 0,5 mg, yəni erişkinlərdə 0,5 mg maksimum doz və 3-5 dəqiqədə bir təkrarlamaq lazımdır bu adrenalini vurmamı xəstəyə. Mütləq şəkildə hava yolunu, dolaşımını, mental durumunu kontrol etməmiz, təzyiqini ölçməmiz, təzyiqi düşüksə əgər xəstənin mütləq SF dediyimiz ringer ya da natri xlor dediyimiz izotonik məhlulun damardan bolus şəklində göndərmək lazımdır. Monitorizə edib daha sonraki süreçdə antihistaminlər, steroidlər vurula bilər xəstəyə ki, bu şeyin qarşısını almaq üçün allerjik reaksiyonu. Əgər xəstənin 2 dəfə adrenalin vururamsa, təzyiqi düşmür, təzyiqi yüksəlmirsə xəstənin, bu şəkildə bundan sonra infüziya başlayırıq adrenalini. Daha sonra digər vazopressor, yəni təzyiqi yüksəldən dərmanlar verilməsi xəstəyə ki, bunlar dopamindir, vazopressindir, atropindir, bu kimi dərmanlardan istifadə oluna bilər xəstələr. Təbii ki, bunlar hamısı edilməsinə rağmen bəzən də xəstənin həyatını qurtarmaq mümkün olmur, gec durumlarda özəlliklə. Belə, qida allergiyalarına gəldiyimizdə, bu da çoxdur polikliniyə müraciət edən xəstələrdə. Bunlar bizim uşaqlar, böyüklər arasında biraz fərq var. Bunu deməm lazım. Çünki uşaqlara qida allergiyası nə vaxt başlayır? Uşaq 6 ayından sonra təzə-təzə anası qidalar verməyə başlayır ki, süd məhsullarıdır, işte qatıqdır, pendirdir ya da kəsmikdir bu şəkildə ya da yumurtanın sarısı ilə başlanılır, sonra 1 yaşdan sonra ağı verilir. Ondan sonra yavaş-yavaş buğda, yəni gluten dediyimiz maddələr və buğdanın içindəki kaşalar verilmiş olur onunla və s. bu kimi qidalar. Böyüklərdə gəlir məsələn polikliniyə deyir ki, sarı qırmızı meyvələr və ya çiyələkdir, kividir, şaftalıdır, pomidordur. Bu kimi qidalardan sonra oluşan ağzımda şişlik, qızarma, boğazım qaşınır, bu kimi sindrom. Buna uşaq böyüklərdə görülən oral allergiya sindromu deyirik. Yəni nə olur xəstədə? Bu meyvələri çiğ şəkildə yeyəndə, meyvə və ya tərəvəzi xəstənin ağız içində qaşıntı, qızarıqlıq, dodağı şişir, anjiödem şəklində olur. Amma müəyyən müddətdən sonra keçib gedir. Ağır reaksiyon deyil, anafilaksiya qədər ilərləmir. Çox nadirən 1% hallarda anafilaksiya riski var bunun.
Belə olan halda bu normalde belə bir reaksiyondur ki, bu meyvəni mən pişirib yesəm heç bir reaksiyon olmayacaq. Yəni allergen səviyyəsi tamamilə sıfırlanır. Amma çiğ halda yediyimdə belə bir reaksiya görə bilirik xəstələrdə. Bu şəkildə yeməsini məsləhət görürük. Şübhəli qida varsa da mümkün olduğu qədər diyetdən çıxarmaq lazımdır ki, yenə təcil durumlarda adrenalin istifadəsi vacibdir. Şimdi genel topluma baxdığımızda ümumi cəmiyyətdə insanlar arasında, yəni uşaqlar arasında belə deyimsə, qida allergiyası ümumiyyətlə uşaqlıqdan gələn bir xəstəlikdir. Böyüklükdə yaranmaz. Böyüklərdə gördüyümüz, dediyimiz az öncə o meyvə sebzə ilə bəzən boğazda qaşınma, qızarıqlıq, dodaqda şişlik görə bilirik xəstələrdə. Başqa heç nə görülmür. Amma uşaqlarda görülən qida allergiyaları anafilaktik şoka qədər ilərləyə bilir. Amma erkən dövrdə 4 yaşa qədər uşaqlarda məsəl üçün gördüyümüz birinci yerdə süd, ikinci yumurta, üçüncü yerdə yer fıstığı, dördüncü yerdə quru yemişlər, qoz fındıq kimi. Soyadı, buğda, balıq, qabıq, dəniz məhsulları çox nadirən görülən allergiyalardır. Soya da bu arada çox görülür. Soya şeyin içindədir bu arada. Bu paketli qidalar var. Marketdən aldığımız bir çox paketli qidanın içərisində soya şeyi var, tozu var, nəsə bir şey qatırlar ki, ona qarşı allerjik reaksiyon gelişmə ehtimalı olur. Bir də təbii ki, Yaponiya, Çin kimi ölkələrdə soya allergiyası çox fazla görülür. Niyə xəstədə qida allergiyası olur? Bunun üçün bir çox risk faktoru var xəstənin. Genetik faktorlar ola bilər, ailədə var, anada, atada birində var. Hamiləlik dönəmində özəlliklə anaların süd verməməsi uşağa, yəni bu smes qidalar dediyimiz özəl bir mamalarla bəslənməsi ya da uşağın keysəriyyə ilə normal doğuşdan doğulmaması, infantil dövrdə özəlliklə ananın işte bu qida allergikdir deyib onu gec verməsi uşağa. Ümumiyyətlə bir allergik qida əgər allergik düşünürsə zaten bir qidanı erkən dövrdə vermək lazımdır. Vücut alışsın onu, tanısın deyə. İnfantil dövrdə özəlliklə uşağın atopik dermatit, ekzeması var. Dəri bariyeri pozulubsa, oradan da allergenlərlə məruziyət olur və ya infantil dövrdə mikrobiotanın dəyişməsi. Özəlliklə bu erkən dövrdə doğulan və ya doğulandan sonraki süreçdə tez-tez antibiotik müalicəsi alan uşaqlarda, xəstəxana yatışı olanlarda bağırsaq mikrobiotası bozulur ki, buna bağlı bu uşağın iləri zamanda qida allergiyası gelişmiş ola bilər və ya ekzema, atopik dermatitdə ikincili yaranmış olar. Yine qida allergiyalarda immun, non-immun ola bilər. Şimdi immun dediğimiz şey nədir? Yine az önce anlattığımız oral allergiya sindromu, övrə dediğimiz vücutdan qabarıq lezyonlar yaranmış olur, qaşıntılı olur, sönür, başqa bir yerdə yaranmış olur bədəndə. Bir də anafilaksiyalardır. Non-IgE reaksiyonlar isə sadəcə bir sistem genəlliklə tutulur. Məsələn, gastrointestinal sistem tutumu ilə gedən proktoenterokolitlərdir, allergik kontakt dermatitlərdir. Bunlardır. Qarışıq tip reaksiyonlar isə uşaqların dərisində görülən atopik dermatit, dəri quruluğuna bağlı lezyonlar və ya eznofilik ezofagit gastroenteritlər, mədə-bağırsaq sistemində tutulan, buna həm IgE, həm non-IgE reaksiyonlardır. Bir də böyüklərdə gördüyümüz, məsələn, qida intoleransı, məsələn, laktoz intoleransı dediğimiz durumlar var. Bunlar immun sistem aracı reaksiyonlar deyirlər. Və ya toksik reaksiyalar, bir qidadan zəhərlənmə nəticəsində yaranmış olan reaksiyalar ola bilər. O da qida allergiyası ilə qarışdırıla bilər. Bunlar isə toksik reaksiyonlardır. Bunları ayırt etmək lazımdır. Bizim bugün danışacağımız immun sistem aracılı reaksiyonlardır. Yine az önce anlattığımız bütün şey burada da eyni şəkildə. Bu sefer qida ilə vücuduma girən allergen, yine hüceyrələrin tanıması, ona spesifik antitellərini yaranması, ikinci dəfə o qidanı yediğim zaman oluşan allergik reaksiya ki, ortaya çıxan histamin, leykotrien, sitokin, prostaglandinlər oluşturduğu lokal və sistemik simptomlar yaranmış olur xəstələrdə. Nə olur? Ən çox dərin qida allergiyaları. Yəni dəridə yaranmış övrə və ya dodaqlarımda, gözümdə, qulağımda olan şişkinliklər, anjiödemlər ola bilər. Bunlar genəlliklə keçir 24 saat içində, sonra davamlı ola bilər və ya 6 həftədən çox uzaya bilər, xroniki dönəmə keçmiş ola bilər. Tənəffüs sistemində xəstədə burnunda axıntı, konjunktivit, gözündə qızarıqlıq ya da boğazda şişkinlik, glottik ödemlər, bronxospazm, tənəffüs çatışmazlığı ola bilər xəstədə. Mədə-bağırsaq sistemində şiddətli qusmalar və kramp tərzində ağrılar görülə bilər, ishalı görülə bilər xəstələrin. Oral alerji sindrom və atopik dermatit şəklində özünü göstərə bilər bu qida allergiyaları. Buna oral alerji sindromu. Bu xəstə bu cür gəlirsə və ya meyvə sebzədən sonra bu şəkildə bir görünüm olursa, dilində, boğazında, bəzən bu anjiödem olmur da, boğazında direkt deyir ki, boğazım qaşınır bir qidanı ya da bu meyvəni yediyim zaman. Bu IgE araç reaksiyondur. Genəlliklə o meyvə tərəvəzi bişmiş halda yeyəndə bunlar heç biri olmayacaq. Antihistamin müalicəsi verir, anafilaksi varsa adrenalin. Bir də bu xəstəliyin oral allergiya sindromunun polen allergiyası ilə çarpaz reaksiyası var. Məsəl üçün bir xəstənin əgər özəlliklə ağcaqayın poleni dediğimiz ağcaqayın ağacının tozcuğuyla bu oral allergiya sindromu arasında çarpaz reaksiya var. Eğer bir xəstədə ağcaqayın poleninə qarşı bir allerjik rinit varsa, o xəstə kivi, şaftalı, qarpız, pomidor bu kimi meyvələr yeyəndə boğazı qıcıqlanır, boğazı qaşınır.
Onların arasında, çünki onların epitopları bir-birinə bənzərdir. Özəlliklə, yəni %50 xəstədə, belə deyim də sizə, 50% xəstədə polenlərlə çarpaz reaksiya oluşturur. Ümumiyyətlə, bir çox qidada eliminasiya eləyəndə, qidanı diyetdən çıxaranda xəstədə o qidanın digər qidalarla çarpaz reaksiya oluşturub-oluşturmadığına baxmaq lazımdır ki, onu da diyetindən çıxarmaq üçün xəstənin. İkinci ən çox gördüyümüz atopik dermatitdir. Uşaqlarda bizim gördüyümüz ki, bunlar nədir? Atopik dermatit dəridə oluşan qaşıntı, təkrarlayan xarakterdə olan dərinin allergik iltihabı xəstəliyidir ki, quruluq, qaşıntı və inflamator iltihabi durumdur. Daha çox körpə doğulan zaman yaranmır təbii ki. Bu doğulandan 40 gün, 50 gün sonra yaranan bir xəstəlikdir ki, yanaqlarda, boynu, qolların və ayaqların çöl tərəflərini tutmuş olacaqdır ki, dış tərəflər dediyimiz. Daha sonra 2 yaşdan sonra artıq büküş nahiyələrinə keçmiş olur əlamətlər. Quruluqdur, qaşıntıdır. Orada ekzematoz lezyonlar dediyimiz yaraların yaranmasına gətirib çıxarır. Ən böyük səbəbi süd, yumurta, yer fıstığı dediyimiz qidalar olur uşaqlarda. Birinci növbədə əgər ana südünü alırsa, anan diyeti alırıq ya da uşaq smes dediyimiz o süni qida verilirsə də onun hidrolizə mamalar, hipoallergenik mamaların istifadəsini məsləhət görmüş oluruq. Daha sonra yavaş-yavaş digər qidaları eliminasiyasını etmiş ola bilər, amma mütləq şəkildə topikal tedavilər, yəni dəri müalicəsi ilə birlikdə başlamamız lazımdır bu reaksiyonları. Xəstənin qida ilə məruzətindən sonra birinci övrəsi, işte yenə bədəndə köpəşmələr, qızarmaların yaranması, qaşıntı, ekzemaya dönüşməsi özəlliklə qida allergiyasını düşündürə bilir. Amma hər atopik dermatitlə gələn uşağı birinci qidadan kəsmirik, yəni qidasını dəyişdirmirik. Birinci növbədə topikal müalicəsini eləyib, yəni dəri üzərinə baxım müalicəsini elədikdən sonra şiddətli, davamlı, dirəncli olursa müalicəyə, o zaman qidaları təkər-təkər diyetindən çıxarmaq lazımdır uşaqlarda. Genəlliklə 2 yaş civarında %80 xəstədə sağalıb gedir. Sonra qalıcıq oluşduranlar böyük yaşlara qədər qala bilir. Əksinə böyük yaşda qalan xəstələrdə, əgər bir uşaq 12-13 yaşında gəlirsə bizə ya da böyük şəxslərdirsə, bunlarda qidalardan ziyadə daha çox gördüyümüz şeylər daha çox görünür ev tozu gənəsi allergiyaları, məsəl üçün səbəb olur atopik dermatitə. Yenə bu xəstələrin də diaqnostikasında eyni şəkildə laboratoriya yöntəmi ilə spesifik IgE, allergenə spesifik və dəri testləri etmiş oluruq xəstələrə. Buna görə, məsələn, spesifik IgE-dəki bəzi göstəricilər var, 0,35-in üstündə olması gərəkir. Dəri pirik testlərində də histamin dəyərinə görə kontrol etməmiz lazımdır. 3 milimin üstündə olması çox önəmlidir xəstələrdən. Mən bir neçə dənə inək südü, ən çox görülən qidalarla allergiyaları danışmaq istəyirəm sizə, yəni bir neçə anlatacağım. Burada uşaqlarda məsələn inək südü allergiyası çox yayğındır. 1 yaşa qədər olan körpələrdə 2 ilə 7% arasında görülür. Burada da IgE, non-IgE mexanizma ilə gedir. Nə olur? Uşaq südü içdikdən sonra, yəni ana südü ya da smes dediyimiz o süni qidanı içdikdən sonra övrə, anjiödem, qusma, ishal, atopik dermatit kimi əlamətlər yaranmış olur xəstədə. Xəstənin genəlliklə bunu biz proktokolit şəklində görürük, inək südünə qarşı olan və ya atopik dermatit şəklində bizə gələ bilirlər dəri tutulumu ilə. Burada əsas südün tərkibində olan əsas protein kazeindir, uşaqda allergiyaya səbəb ola bilən. Digər proteinlər isə südü pişirdiyimiz zaman biz o içindən tərkibində ölüb gedirlər. Amma əsas qalan kazein proteindir ki, onu mən qaynatsam belə südü ya da hər hansı bir mexanizma ilə öldürməyə çalışsam heç bir şəkildə o kazein proteini itmir. Allergiyaya səbəb olaraq uşağın dərisində, bağırsağında ya da tənəffüs sistemində şikayətləri səbəb olmuş olacaqdır ki, ona görə də birinci yerdə süd allergiyasını inkar eləmək lazımdır. Yumurta atopik dermatitin uşaqlarda ən sıx səbəbidir. İkinci ən sıx görülən qida allergiyasıdır. Bu xəstəlik 5 yaş altında 1,4%. Ən çox yenə 5 yaşa qədərki sürəçdə, 4 yaşa qədər görürük biz bunları. Bu arada, onu da deyim ki, sizə süddür, yumurtadır, buğdadır, allergiyaları genəlliklə 4 yaşa qədər keçib gedir. Keçib getməyən quru yemişlərdir əsasən. Yer fıstığıdır, fındıqdır, qozdur, cevizdir. Bu kimi qidalar, bir də balıq allergiyaları ömür boyu qalma ehtimalı vardır. Balıqdan qabıqlı dəniz məhsulları. Yumurtanın sarısı və beyazı, sarısı yenə hipoallergik düzeyi çox düşük olub. Əsasən beyazında ovomukoid dediyimiz ən böyük allergenidir ki, ona səbəb ola bilər ki, o da 1 yaşdan sonra genəlliklə uşaqlara verilir yumurtanın beyazı və ya ananın qidalanmasında varsa, yumurtanı diyetdən çıxarıq ananın qidalanmasında bu şəkildə. 2 yaşa qədər dediyimiz kimi azalır gedir bu xəstəlikdə, %45 qalma ehtimalı var. 4 yaşdan sonra keçib getmə ehtimalı vardır. Yəni tolerans deməkdir, bədən öyrəşir. Yəni 6 yaşında artıq %71 xəstədə tolerans yaranmış olur. Bunu yapılan tədqiqatlar göstərilibdir.
Çərəzlər dediyimiz şeylər, işte qoz fındıq, nə bilim badam kimi ceviz, yer fıstığı, məsələn paxlalı bitkilər qrupuna aiddir. Ona görə onu ayrıca anlatacağım. 1% görülür populyasiyaya baxdığımızda. Məsələn Avropada fındıq, Amerika Birləşmiş Ştatlarında qoz kajudur, İngiltərədə yenə fındıq badam, Avstraliyada kaju daha çox görülür. Mən Türkiyədə fındıq ən çox görürdüm. Bir də anti fıstığı istifadə edirlər onlar. Bizim ölkəmizdə də fındıq çoxdur, allergiyası. Genəlliklə 0-2 yaş arasında süd, yumurta ağı, sonra 3-cü yerdə gəlir çərəz allergiyası. Atopik dermatit yeni ən böyük səbəb risk faktoru oluşturur. Buna başqa anafilaksik şokdur, nə bilim digər allergik reaksiyonlar da yapar, amma atopik dermatitin ən sıx səbəblərindən biridir. Bu kaju məsəl üçün bunların yenə arasında çarpaz reaksiya. Yəni məsələn fındığa qarşı allergiya çıxdı, mütləq qozdur, kajudur, badamdır. Bunları da verəndə deyirik ki, mamasına bunları da kəsək. Hamısını kəsirik biz diyetindən ki, çünki çarpaz reaksiya oluştura bilir. Məsələn kaju ilə anti fıstığı, qozla digər qoz şeyləri. Bunların içində ən az allergik olan çərəz hansıdır desək, badam olur ən az allergik olan.